öz qızları ilə cinsi əlaqədə olub, qızlarını hamilə qoyan və qızları atasından uşaq dünyaya gətirən belə bir hadisə bu zamana qədər duydunuzmu heç? Duymadınızsa o zaman videonu sona qədər dinləməyə davam edin. Bu keçir müqəddəs kitabda, Bibliyada yaradılış bölümü 19-cu fəsildə. İslamiyyətə görə Peyğəmbər, Yahudiliyə görə seçilmiş şəxs və İbrahim Peyğəmbərin qardaşı oğlu olan Lutdan söhbət gedir. Lut, bəli, mağarada öz qızları ilə cinsi əlaqədə olur və qızları hamilə qalıb atalarından uşaq dünyaya gətirirlər. Bu harda keçir? Tövrat, yaradılış bölümü 19-cu fəsil 30-cu ayədən 38-ə qədər. Buyuraq, ayələri sona qədər dinləyək. Lut və onun qızları. Lut iki qızı ilə bircə Suardan çıxıb dağda yaşadı. Çünki Suarda yaşamaqdan qorxurdu. O iki qızı ilə bir mağarada qaldı. Onun böyük qızı kiçiyinə dedi: "Atamız qocalıb və bu dünyada insan adətinə görə yanımıza girməyə bir kişi yoxdur. Gəl atamıza şərab içirək və onunla yataq. Yataq ki, öz atamızdan nəslimiz olsun." Onlar o gecə atalarına şərab içirdilər. Böyük qız içəri girib atası ilə yatdı. Atası isə onun nə vaxt yatıb durduğunu bilmədi. O biri gün böyük qız kiçiyinə dedi: "Mən dünən gecə atamla yatdım. Gəl bu gecə də ona şərab içirək və sən də onunla yat ki, öz atamızdan nəslimiz olsun." O gecə yenə atalarına şərab içirdilər. Kiçik qız qalxıb onunla yatdı. Atası isə onun nə vaxt yatıb durduğunu bilmədi. Lutun iki qızı beləcə atalarından hamilə oldu. Böyük qız bir oğul doğdu və onun adını Moav qoydu. O indiki Moavların əcdadıdır. Kiçik qız da bir oğul doğdu və onun adını Ben-Ammi qoydu. O indiki Amonluların əcdadıdır. Və buradan aydın görünür ki, Tövratda Lut öz qızları ilə cinsi əlaqədə olur. Daha doğrusu qızları Lutu şərab içirirlər və ataları ilə cinsi əlaqədə olurlar və atalarından hamilə qalıb uşaq dünyaya gətirirlər. Bu keçir təbii ki, Tövratda. Tövratda belə bir hadisələr çoxdur. Belə bir hadisələri dinləməkdən ötürü səhifəmizə mütləq abunə olub, bəyənin, paylaşın ki, bu kimi məlumatlardan xəbərdar olasınız. Amma bir şey var ki, Lut Peyğəmbər qızları ilə cinsi əlaqədə olandan sonra Tövratda bu qadağan olunur. Bunun qadağan olunan ayəsini də mən sizə oxuyum ki, qoy ədalətli olsun. Və bu hansı ayədə qadağan olunur? Bu keçir Tövratın Levlilər hissəsində. Levlilər 18. 18-in 7-ci ayəsində, atanla, üzr istəyirəm, 6-cı ayəsində. Levlilər 6. Qoy heç kəs öz yaxın qohumları ilə cinsi əlaqədə olmaq üçün onlara yaxınlaşmasın. Rəbb mənə, yəni Rəbbin belə bir göstərişi gəlir. Zaten Levlilər 18-i oxuyan olsa orada görəcəklər ki, orada qadağa ayələridir. Yəni kimlərlə cinsi əlaqədə ola bilməzsən, atadır, anadır, qardaş qızıdır, bacı qızıdır, xaladır, bibidir. Bunların hamısından evliliyi qadağa edir. Cinsi əlaqədə olmağı qadağan edir. Amma buna qədərki hadisələrdə, bəli, Lut Peyğəmbər qızları ilə yatdığı kimi, İbrahim Peyğəmbər də öz ögey bacısını alıb. Yəni, izləmədə qalın, bundan sonraki paylaşımda İbrahim Peyğəmbərin öz ögey bacısını alması və öz, belə deyək, arvadın, ilk öncə bacısı, sonra arvadın başqasına bacımdır deyə təklif etməsini paylaşacağım. İzlədiyiniz üçün təşəkkür edirəm.